Hamıya salam dostlar. Kanalımızın ilk və yeni bir videosuna xoş gəlmisiniz dostlar. Hamıya salam dostlar. Yeni və kanalımızın ilk videosuna xoş gəlmisiniz dostlar. Dostlar, ilk öncə onu demək istəyirəm ki, kanalımız bildiyiniz kimi yenidir və ilk videosunu kəsirəm. Bu videoda nə edəcəyik ilk öncə onu deyim dostlar. Bu videoda əgər telefonunuz aşağı FPS alırsa dostlar, məsələn, görsəm sayılardan. Mənim telefonum Honor X6B-dir dostlar. 45 FPS alır. Kontrollərdən göstərəm dostlar. Heç jiroskop açılmır, yəni onu deyim. Gördüyünüz kimi açılmır. Qapalı göstərir orada dostlar. Yəni telefonum 45 FPS-dir. Bugünkü videoda sizə göstərərəm ki, 2 dənə proqramdır. Onlar üzərindən sizə telefonunuzda 120 FPS necə olacaq onu göstərəcəm dostlar. Mən demək istəyirəm ki, kanalımız yenidir və ilk videomuzdur. Bu videoya yaxşı bir dəstək gözləyirəm, çünki bu videonu bəyənsəz, kanala abunə olsanız daha çox adamın qabağına çıxacaq və daha çox bəyən alacaq, görüntüləmə alacaq. İlk öncə onu deyim ki, kanala abunə olub, zilləri tüm eləyib, kanalımıza abunə olub və rəydə öz fikirlərinizi yaza bilərsiniz. İndi direkt 120 FPS necə edə bilərik onu göstərməyəcəm. İlk öncə dostlar eğitim sahasına girib dostlar sizə 45 FPS necə akıcıdır onu göstərəcəm. Sonra 120 elədikdən sonra yeni eğitim sahasında 120 FPS daha akıcıdır. Onu göstərəm sizə dostlar. Heç uzatmadan dostlar gedək eğitim sahasına. Daha dostlar eğitim sahamıza gəldik dostlar. İlk öncə demək istəyirəm ki 45 FPS yəni hər telefonlarda yaxşı olmur. Məsələn məndə Honor'dur amma çox yaxşı göstərmir, akıcı olmur. Amma dediyim proqramları 120 edikdən sonra yəni akıcı oynamağa başlamışam yəni. Yəni necə yaxşı oynasanız da FPS-iniz az olsa yəni o qədər yaxşı oynayarsınız. İlk öncə dostlar kanalımıza abunə olub, bu qədər izləyənlər kanalımıza abunə olub, like atıb, gözəl fikirlərinizi rəydə bildirə bilərsiniz. Bir də necə videolar gəlsin, onu da rəydə bildirə bilərsiniz dostlar. Yəni deyəcəklərim bu qədərdir. İndi isə dostlar 120 FPS necə eləmək olar, onun edilişinə gedək. Hə dostlar, keçdik necə edilişinə dostlar. İlk öncə dostlar ayarla girirsiniz dostlar. Sonra buradan telefon haqqı girirsiniz. Telefon haqqını oynayın. Burada quruşdurulma nömrəsi olacaq. Sizdə mini sürüm də ola bilər. Ora basırsınız. Sonra altda bax diploma rejimi aktivləşdirildi deyir dostlar. Sonra buradan seçkiyə girirsiniz ilk öncəliklə. Burada cütləşməyi deyir. Sonra tətbiqatçılar. Dostlar sizdə bu üçü qapalı olacaq bu üçü. Bunları açırsınız dostlar. Sonra burada simsiz şəbəkə sızlanması deyir. Ora basırsınız. Sonra burada cihaz əlaqələndirmə kodu ilə əlaqələndirir. Bax bura var ha. Bax bura. Bax basıb tutan görürsünüz bax. Gördünüz. Bax ora basıb kod gələcək bax. 825 045. Bax 825 045 bir dəqiqə. Bax bura yazarsınız dostlar. 825 neçə ilə yadına çıxdı. 045 ha. 045 55 yox 45 hə. Göndərdik dostlar video. Gördüyünüz kimi aşağıda zıqı yazıldı. Dostlar təzədən çıxır buradan başlaya basırıq dostlar bax. İndi 3 saniyə yazacaq aşağıda bax. 3 saniyə yazılır. 3 saniyə sonra açılacaq. Açıldı dostlar. Sonra burada ayarlardan 120 sizdə belə qapalı olacaq. Bunu açıq edirsiniz. Çıxırsınız sonra dostlar 120 FPS-ə girirsiniz dostlar. Sonra dostlar buradan bunu belə edirsiniz. Bu tərəfə edirsiniz. Yuxarıdakına basırsınız. Onu basırsınız dostlar. Reklam gələcək oradan. Yuxarıdan çıxarsınız. Bir də basarsınız ora. Yenə basarsınız qırmızıya. Sizə bunun teleqramı atacaq. Dediyim kimi teleqram lazım olacaq. Yəni teleqram atıram. %50 göyə basırsınız dostlar. Teleqram edirsiniz. Bax dostlar bunu var join. Takip ettir. Takip ettim mən dostlar. Çıxırsınız sonra buradan. Bir də onu sürüşdürürsünüz.
Dostlar, məndə olmaya bilər. Olmama səbəbi də dostlar, şarjın az olmasıdır. Orada e, %50'den yuxarı istəyir. Siz dediklərimi elədikdən sonra dostlar, sizə 120 bax bir dəqiqə. Belə bunu belə edildikdən sonra sizə direkt girəcək oyuna. Oyuna girdikdən sonra 120 FPS necə akıcıdır. Onu görəcəksiniz dostlar. Dediyim kimi